Azərbaycan futbolu üçün həyəcanlı günlər başlayır. Avropa kuboklarının yeni mövsümündə 3 təmsilçimiz bu həftə ilk oyunlarına çıxacaq, daha bir klubumuz isə mübarizəyə növbəti mərhələdən qoşulacaq. İlk olaraq 7 iyul tarixində ölkə çempionu Sabah, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Wales təmsilçisi TNS ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20-də başlayacaq. Ardınca 8 iyul tarixində UEFA Konferans Liqasının birinci təsnifat mərhələsində Zira Gürcüstanın Torpedo klubu ilə qarşılaşacaq. Bu görüş də Bakı vaxtı ilə saat 20-də start götürəcək. 9 iyul tarixində isə növbə Qarabağa çatacaq. Ağdam təmsilçisi UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın Vestri komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20-də başlayacaq. Digər təmsilçimiz Neftçi isə UEFA Konferans Liqasının ikinci təsnifat mərhələsindən yarışa qoşulacaq. Ağ-qaralar Belarusun Dinamo və Şimali Makedoniyanın Silex komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq. Bu cütün qalibi hələ müəyyənləşmədiyi üçün Neftçinin rəqibi və oyun vaxtı rəsmən açıqlanmıyor. İnanırıq ki, təmsilçilərimiz uğurlu nəticələrlə azarkeşlərimizi sevindirəcək və Azərbaycan futboluna növbəti UEFA reytinq hallarını qazandıracaqlar. Kanala abunə olmağı unutma.